var ki, göydə bulud tutulur, hə? Yağış yağacaq, tükü də tərpənmir. Amma elə adamlar var ki, ürəyi tutulur, nə var göydə bulud gəlib, bu saat yağış yağacaq. Adamlar müxtəlifdirlər, xasiyyətlər müxtəlif, münasibətlər də müxtəlif. Yaşamaq üçün mənə elə gəlir ki, bir qədər bu hissiyatlardan uzaq olmaq lazımdır. Uzaq olmayan adama həyatda yaşamaq çətindir. Bax, məsələn, mənim kimi adamlara mənə hər şey təsir edir, hər şey təsir edir. Məni qınamaq da olmaz, mən neyniyim, məndən asılıdır. Əslində, elə mən bax, beləyəm. Da. Böyük bacım Zümrütgildə yığışardılar bütün yazıçılar, öz arvadlarını. Mən çalardım. Hamısı deyirdi ki, Şəfiqədən gələcəkdə bir şey olacaq. Günlərin bir günündə Mirzə İbrahimov zəng elədi Üzeyrə. Məni Üzeyrin yanına apardılar. Üzeyir çox bəyəndi məni. Mənə Üzeyir müəllim həmişə qoçaq qız deyərdi, qoçaq qız. Biraz da oradan da yaradıcılıqda qoçaq, amma həyatda mən qoçaq deyiləm, məni balaca uşaq da. O qədər ürəyim sadədir ki, balaca uşaq da məni alladar. Amma o qədər məsələ Üzeyir müəllim mənim xasiyyətimə bələd idi. Mənə həmişə deyərdi ki, Şəfiqə, sənə həyatda yaşamaq çətin olacaq. Biraz dəyişil, biraz belə mətin ol, biraz qüvvətli ol, öz-özünə inan. Bir günləri qələt elədim, mən nə bilim ki, bunun acığı tutar. Gəldi sinifə, Üzeyir biraz dərsə gecikmiş. Dedim, ay müəllim, rənginiz necə saralıb? Bir acığı tutdu, qızlar hamısı başlarını aşağı saldılar ki, bu saat kobudlayacaq Şəfiqəni. Heç nə mənə demədi. Amma oturdu, başını belə aşağı saldı. Dedi, Şəfiqə düz deyir də, mən xəstəyim, durun dağılışın, büyümməyə, dəskişməyə halım yoxdur. İlk dəfə mən kolxoz qızları haqqında mahnı yazmışdım. Apardım Üzeyir müəllimin sinifinə. Üzeyir müəllim çox bəyəndi. Amma bir-iki yerdə, axı bizdə musiqidə sağ əl var, sol əl var. Bu sol əl həmahəngləşməlidir sağ əldəki melodiya ilə. Mənə dedi ki, burada xaric səslənir. Götdü, düzəltdi. Öz dəsti xətti ilə bu, mən sizə 43-cü ildən danışıram. 1943-cü ildə düzəltdi. Sonra mən bu bildir yox inşil arxivimi şeyləyəndə, belə ki, düzəldəndə əlimə keçdi, elə kövrəldim. Bütün tarmar oldum.
bükük bənövşələr, axar bulaq, axar bulaq. Boynu bükük bənövşələr, axar bulaq, axar bulaq. Ah, ah, axar bulaq, ah, ah, axar bulaq. Mən opera yazacağımı gözləmirdilər. Mən bəzi qələm yoldaşlarıma da xoş gəlmirdi bu. Mən hiss elirdim, məni belə ələ salan kimi olurdular. Bax, Şəfiqə opera yazır. Sonra elə ki, mən operanı işləyirdim, mən bir-iki dəfə dedim ki, gəlsənə mən bunu öz qələm yoldaşlarımla göstərim. Arif Məlikovun, Allah ona kömək olsun, yaxşı oğlanların biridir. Mən ona apardım, operamı göstərdim. Gəldim Bəstəkarlar İttifaqına, Tofiq Quliyevi, qapını döydüm, Tofiq müəllim açdırdı qapını, gəldim. Qabağına qoydum klaviri. Bütün operamızı hazır idi klavirdə. Bax, deyir, bu nədir? Deyirəm ki, opera. Tofiq Quliyev dedi, nə? Opera? Elə baxdı mənə, nə danışırsan? Şəfiqə, doğrudan bu operadır. Bir neçə musiqi nömrələrini öz hörmətli qələm yoldaşım Arif Məlikova göstərdim. Arif Məlikov mənə bir-iki yerdə düzəlişlər dedi elə, kömək elədi mənə. Sonralardan mən o qədər aludə oldum ki, elə müstəqil onu işlədim. Əlbəttə, opera janrı musiqinin ən mürəkkəb sintetik janrıdır. Ancaq görürsünüz, mən qorxmadım. Mən gəldim operanın ictimai baxışına. Operamı çalırdı Çingiz Sadıxov, gözəl piyanistdir. Mən özümdə ifa edirdim operanı. Hər adam buna gedə bilməzdi. Gör nə qədər mən özümdə qüvvət hiss edirdim. Cavanlıqdır da. Xanım da yerində xan kimi oxuyurdum. Vəzirin yerinə də vəzir kimi oxuyurdum. Gülbaharın mahnılarını özüm oxuyurdum. O Çingiz Sadıxov da əla çalırdı. Mən o ictimai baxışa içəri girəndə, otağa daxil olanda, orada gördüm ki, oturub Hökümə Sultanova, Allah rəhmət eylesin, bir də Xalidə Hasılova. Məhtəl qaldım, dedim ki, ürəyimdə, bunları mən çağırmamışam, bunlar necə? Onlar özləri dedilər ki, Şəfiqə, gəlmişik səni kişiləri yeməsin, səni müdafiə eləməyə gəlmişik. Xalq deyil, mən qurban olum öz xalqıma. Elə bu premyera günü zal dolu idi, hətta içəriyə bilet tapmayanlar da vardı, qalmışdılar bayırda. Mən qapıcı qadına yalvardım ki, mən çıxmışam, baxam. Hamısı deyir, Şəfiqə xanım, bilet yoxdur, bilet. Yalvardım qapıcıya ki, nə olar bunları bırak? Dedi, Şəfiqə xanım, pajarlı gəlib, deyir ki, bu saat opera dağılacaq. Olmaz, amfiteatrda hamı ayaq üstə duranlar da var. Adam doludur, Şəfiqə xanım, olmaz, mən qoymadılar, onları mən içəri salıb. Gəl, gəl, gəl. Gəl, 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 gəl. Opera yazdığım vaxtlar, operanın tamaşaya qoyulan vaxtlar mən özümü dünyanın ən xoşbaxtı hesab edirdim.
mən əsl sənət yolunu seçdiyim üçün sənətdə nail olmuşam öz istədiklərimə. O mənə ruh verir. Ruh verir. Mən televizordan öz mahnımı eşidəndə, özüm haqqında söz söylənəndə, siz bilirsiniz, ne xalqla bağlayan budur. Hələ ki sözümə baxır, sağ olsun. Piyanosuz mən yazmasam yaşaya bilmərəm, ölərəm. Allah məndən nəyə alırsa, bir gözlərimi almasın, bir də piyanonu əlimdən almasın. Hələ bundan əvvəl də piyanom var idi. Maddi vəziyyətim çətin olduğundan o piyanomu, ata-babadan qalmış piyanomu satdım. Sonradan mən bunu almışam. Bu məndə bir azından 50 il olar, 60 il, nə bilim, huşum yoxdur, qocalmışam. Ölənə qədər istəməzdim əlimdən qələmim düşsün. Hələ ki piyano mənim sözümə baxır. Sonranı deyə bilmərəm. O da həyat səninlə şirinsən. Mən şəxsən özüm deyirəm ki, mənim meydim ortalıqda olanda mütləq o qazetdə qurun o mahnını çaldırın. O mənim müqəddəs arzumdur. Həyat deyir, səninlə şirinsən. Kim səndən doydu getdi? Gedənlər öz qəlbini dünyada qoydu getdi. Səndən doymaq olarmı? Səndən doymaq olar. Həyat qışın da şirin. Həyat yazın da şirin. Doymaq olarmı? Səndən doymaq olarmı? Mən həyatımın ən ağır dəqiqələrində maqnitofonumda qururam o Həyat səninlə şirinsən mahnısını. Bir qədər mənə elə bil ki, həyat gəlir, yaşamaq həvəsi gəlir. Amma həyat sevincin qədər əzabında şirindir. Səni mən ağlamdıran o keşməkeşlərindir. Səndən doymaq olarmı? yaşa dolanda adam daha kövrək olur. Elə mənə deyirlər ki, şən əhval-ruhiyyəli mahnım var. Deyirəm, abala, mən lirik bəstəkaram. Məndən oynaq mahnını gözləmək çətin məsələdir. Çünki ürəkdən gəlməlidir da, ürəkdən gəlməlidir. O ürəkdən məndə elə
şən əhval-ruhiyyə yoxdur. Həyat sevincin qədər əzabın da şirindir. Səni mənə alandıran o keşməkəşlərindir. Elə adamlar olur ki, məni cəmiyyət içində görürlər. Heç tanımıram ha. Öpüb qucaqlayırlar, deyirlər, Şəfiqə xanım, mən sizin laylayınızla böyüdüm. Bax beləyəm, bax mən Şəfiqə beləyəm. Mənə bir hadisə söylə, mən o hadisədən sarsılım, elə özümdən də bəzən olur ki, asılı olmayaraq kövrəlirəm, göz yaşları məni boğur. Doğrudan da mı siz hiss eləmirsiniz nə qədər mənim lirik qəmli mahnılarım var? Onların hamısını da mən ürəkdən